Bəzən kimlərisə dinləyirik, fikirlərini eşidirik və o insanın həmin sahədə heç bir təhsilinin deyək, bilgisinin deyək, olmadığını bilirik və deyirik ki, bu adam öz işi ilə məşğul olsun və yaxud da əgər belə çox bilirsə, öz həyatını yaxşılaşdırsın, istər bu şəxsi həyat olsun, istər bu biznesi, karyerası olsun. Amma bu fikirləri başqa cürdə demək olar. Çünki biz nə qədər bilgidən məlumatlansaq da, bilgi təhsilimizlə irəli getsək də, unutmayaq ki, insanların öz təcrübələri də həyata yaşadıqlarına görə yığdıqları təcrübələr də demək olar ki, çox vaxt işə yarayır. Çünki adam o, necə deyək, o dərsdən keçib və öz həyatında artıq onun necə etməli olduğunu bilir və bunun üçün də insanlara, yəni ki, bu yöndə öz fikirlərini bildirir. Mən çox belə